gün siz Kiber podkast dinləyirsiniz. Siz bu podkastda kiber təhlükəsizliyin görünməyən tərəflərindən eşidirsiniz və bu kiber təhlükəsizliyin görünməyən tərəfləri haqqında müzakirələrin şahidi olursunuz. Mən Ayda Ramiz bu gün sizlərlə gündəlik həyatımızın bir parçasına çevrilmiş, amma çox zaman təhlükəsizliyini unutduğumuz bir mövzudan danışacağıq. Bugünkü mövzumuz IoT cihazlar və ağıllı evlərdir. Bu mövzu üçün mənə dedilər ki, bir bəy var, o çox gözəl danışacaq və mən də bu mövzu üzrə, kiber təhlükəsizlik üzrə ekspert Nicat bəyi çağırmışam və əminəm ki, Nicat bəy bu mövzuda daha ətraflı, geniş, sadə dildə bizə məlumatlar verəcək. Xoş gəlmisiniz Nicat bəy. Salam, xoş gördük Ayda xanım. İlk öncə təşəkkür edirəm məni bu podkastınıza dəvət etdiyiniz üçün və düşünürəm ki, bizim bu podkastımız çox maraqlı və insanlar üçün çox maarifləndirici bir mövzu olacaq. Belə. Gəlin onda ilk sualımızdan başlayaq və ilk sualımızda belə mənim üçün ən birinci maraqlı olan odur ki, IoT qurğular nədir və ağıllı ev sistemlərində hansı məqsədlə istifadə olunur? Əsas anlayış açıq. IoT qurğuları ümumilikdə yanaşsaq, hansı ki, internet əşyaları deyə bilərik bura, tam insanların başa düşəcəyi bir dildə. Çünki IoT qurğular əsasən elektron lampalardır, ondan əlavə toz soranlar, soyuducuları misal gətirmək olar bura, ağıllı saatları misal gətirmək olar bura və ümumi olaraq bir evin içində kənardan hansı ki o avadanlıqları idarə etmək, onların proqram təminatlarında hər hansı bir proseslər aparmaq və s. bu kimi qurğular ümumilikdə IoT qurğuları adlanır. Yaxşı, əslində faydalı görünən bu IoT qurğuları niyə kiber təhlükəsizliyin ən zəif halqası sayılır? Bir çox IoT cihazları əsasən kiber hücumlara çox həssas olur. Səbəb də ondan ibarətdir ki, bu tip hücumlar, avadanlıqlar yəni alınır və onların proqram sistemləri çox zəif olur və yaxud da yenilənmir vaxtında. Əlavə olaraq onlara qoyulan giriş-çıxış parolları çox zəif olur, çox qısa olur və bir çox kiber hücumlara qarşı dayanıqlığı çox az olur. Çünki nəzərə alsaq ki, bir çox şirkətlərdə bu cür avadanlıqlardan istifadə olunur, amma bu tip avadanlıqların müdafiəsi və onların proqram təminatını yeniləmək və şifrə siyasətinə uyğunlaşdırmaq mütəxəssislər üçün çox rahat olur, amma ev avadanlıqlarında isə bu proseslər olmur ümumiyyətlə, nə şifrə çox zəif olur və əməliyyat sistemləri çox köhnə olur, hətta yenilənmir və bu səbəblərdən də kiber hücumlara çox həssas olur bunların əməliyyat sistemləri və bunun üçün də bu tip avadanlıqların konkret olaraq ev şəraitində həm bizə rahatlıq verməyinə baxmayaraq, kənardan idarə olmasına baxmayaraq riskləri də çox böyükdür. Əslində sizdən öncə, yəni biz bu mövzunu danışmamışdan qabaq, mən bu haqqda oxumuşdum və orada belə bir şeyə rast gəldim ki, çox vaxt IoT və ümumiyyətlə ağıllı ev cihazlarının istifadə olunan parolları dəyişmir. Zavoddan gələn parollarla istifadə olunur və bu istifadəçilər bunu dəyişməyə özlərinə lüzumu bilmirlər, yoxsa dəyişməyi istəmirlər, amma bu təbii ki, internetdə açıq şəkildə bəzi yerlərdə bu məlumatlar görsənir. Yaxşı, bəs bu zaman hansı risklər bizi gözləyir? Təbii ki, bu tip avadanlıqların demək olar ki, bir çoxsu alınır və default olaraq, yəni zavoddan necə istehsal olunubsa, onun istifadəçi adı və giriş parolu standart olaraq qalır. Nümunə olaraq admin və yaxud admin 1, 2, 3, 4, hətta istifadəçi adı olmadan belə şifrə yazıb daxil olmaq olur bunların sisteminə. Ona görə də bu tip avadanlıqlar ilk öncə alınarkən istifadəçilər bunların parollarını dəyişdirməlidir. Bu bir aydan bir, misal üçün 40 gündən bir, 30 gündən bir daimi yenilənməlidir parollar. Bu tip zəif parollar kiber təhlükəsizlik hücumlarına çox həssas olur, hansı ki bir neçə hücum növlərindən mən deyə bilərəm ki, brute force, yəni kobud güc hücumu, hansı ki zəif parolların bu tip hücumlara məruz qalması və hakerlərin bu tip avadanlıqlara, hansı ki bu brute force atak vasitəsilə hücum eləməyə uğurlu nəticə əldə edirlər. Ona görə də digər insanların, yəni
kənar şəxslərin sizin avadanlıqlarınıza kənardan qoşulub hər hansı bir dəyişikliklər etmədən, məlumatlarınızı oğurlamadan mütləq şəkildə öncədən avadanlıqları alarkən onların default şifrə parollarını dəyişdirmək mütləqdir. Təşəkkür edirəm. Əslində çox məncə diqqət olunmalı olan məqamlardan biridir. İndi isə sizə başqa bir sual vermək istəyirəm. Proqram təminatı yenilənmələri haqqında tez-tez bildirişləri biz görürük. Bəs bu yenilənmələr niyə vacibdir və nəyə görə onlara laqeyd yanaşmaq təhlükəlidir? Biz bunun üçün nə etməliyik? Nə təklif edirsiniz? Əslində bu tip avadanlıqların çox təəssüf ki, dediyimiz kimi, qeyd etdiyimiz kimi bunların parolları necə ki, vaxtı-vaxtına dəyişilmir, standart parollarla olur və bu boşluq olaraq sayılır bu avadanlıqlardan hansı ki, dəyişilməyəndə. Əməliyyat sistemləri tez-tez yenilənməlidir. Hansı ki, avadanlığın özü bu tip əməliyyat sistemləri öz rəsmi saytlarında, rəsmi platformalarında yenilənməni verirlər. Daxil olub oradan yeniləmək lazımdır və yaxud avadanlıq özü internet üzərində işləyirsə, həmin yenilənmə avadanlığın özünə gəlir. Onun konsoluna daxil olub tez-tez əməliyyat sistemini yeniləmək lazımdır. Səbəb nədir bunun tez-tez yenilənməyinin? Yəni konkret olaraq məqsəd ondan ibarətdir ki, əməliyyat sistemləri köhnə olduqda müxtəlif cür eksploitlər, müxtəlif cür hansı ki, kənardan bir neçə kiberhücum vasitəsilə sizin avadanlıqlarınıza daxil olub, onun sistemini pozmaq, məlumatlarınızı götürmək, əldə eləmək kimi bu tip hücum vasitələrindən istifadə olunur. Misal üçün, remote code execution kimi hücum növündən istifadə edərək özlərinə hansı ki, lazımlı məlumatı götürüb sizin məxfiçiliyinizi və yaxud da məlumatlarınızı kənar şəxslərə gedib çıxmasına bir risk yaranır. Ona görə də tez-tez əməliyyat sistemlərini yeniləmək lazımdır və köhnəlmiş, hansı ki, istifadəyə yararsız əməliyyat sistemlərini IoT avadanlıqlarında daimi olaraq yeniləmək, öz təhlükəsizliyini qorumaq çox vacib bir amildir. Təşəkkür edirəm. Mənim üçün maraqlı bir qalan bir məqam daha var. Daha doğrusu hətta qaranlıq qalan bir məqam var ki, hücumçular bəzən IoT qurğularını bir botnet hücumlarında istifadə edirlər. Necə ola bilər ki, sadə bir kamera kiberhücum alətinə çevrilə bilər? Ümumiyyətlə bu cür hücum növləri, məsələn, botnet bir hücum növüdür. Hansı ki, bu hücum növü necə baş verir? İstifadəçilər qeyd etdiyimiz kimi proqram təminatlarının yenilənməsinə diqqət etmir, onların şifrələrinə vaxtında yeniləmir, standart şifrələr olur və kənardan artıq kiberhücumçular bu tip avadanlıqların sistemlərinə hücum edərək artıq şifrələri, onun admin konsolunu ələ keçirdir, ümumi sizin şəbəkənizə sızır. Və sizin ümumi şəbəkənizə sızdıqdan sonra özləri üçün artıq orada özlərinə uyğun bir botnet şəbəkəsi yaradırlar və sizin bundan xəbəriniz olmadan, sizin bunu hiss etmədən digər internet infrastrukturuna yerləşən serverlərə və yaxud da digər şəbəkə resurslarına sizin internetinizdən botnet vasitəsilə hücumlar edirlər. Və artıq qeyd etdiyimiz kimi şirkətlərdə, dövlət qurumlarında bu tip mütəxəssislər var, bunun qarşısını almaq olur. Amma ev şəraitində isə bu tip hücumların qarşısını almaq çətin olur. Çünki təhlükəsizliyə riayət tam diqqətlə edilmir və vaxtı-vaxtında proqram təminatı yenilənmir və s. bu kimi boşluqlardan istifadə olunaraq sizin şəbəkənizdən casus şəbəkəsi kimi istifadə edib digər resurslara ziyan verirlər. İndi belə bir şey mənə maraqlıdır. Ekspertlər çox vaxt deyirlər ki, IoT cihazları üçün ayrıca guest Wi-Fi şəbəkəsi açmaq lazımdır. Yaxşı, sizcə bu addım necə qiymətləndirilir? Yəni bu addımı nə qədər siz vacib sayırsınız? Əslində biz qonaq şəbəkəsindən danışırıq. Biz sadə insanlara ancaq bunu tövsiyə edə bilərik ki, qonaq şəbəkəsi budur ki, sizin evdə bir Wi-Fi routeriniz var, hansı ki, insanlar simsiz olaraq bu avadanlığa qoşulur və internetdən artıq bu avadanlıq vasitəsilə istifadə edir. Və burada biraz istifadəçilər üçün hansı ki, biraz çətin də ola bilər, sadə də ola bilər. Ona görə ki, əlavə bir segmentasiya ayırmaq lazımdır ki, IoT avadanlıqların şəbəkəsini ayırmaq və evdə daxildə istifadə etdiyimiz kompüterlərdir, mobil telefonlardır, ondan sonra kompüterlərdir. IoT avadanlıqlarından segmentasiya vasitəsilə ayır etmək lazımdır ki, hər hansı bir gələcəkdə bu tip hücumlar baş verərsə, onun daxili şəbəkədə digər avadanlıqlarımıza keçməsinə də biz bir qədər də xakerlərin işini çətinləşdiririk.
Bəzən deyirlər ki, daha doğrusu atalarımızdan belə bir misal var ki, ucuz ətin şorbası olmaz. Bəzən insanlar daha ucuz, brendsiz və yaxud da ki, çox da bilinməyən cihazlar alırlar və bu təbii ki, təhlükəsizlik baxımından düşünürəm ki, risklər yaradır. Və bu biz, yəni bu risklərin yaranmaması üçün siz nə tövsiyə edirsiniz? Necə cihazlar alınmalıdır? Ümumiyyətlə nə deyə bilərik ki, bu problemləri biraz azaltmış olaq? Aydındır, Ayda xanım. Mən bu suala daha spesifik bir cavab verəcəm. Ona görə ki, bizim bundan öncə qeyd etdiyimiz, misal üçün, əməliyyat sistemləri, parollar və kiberhücumlar, bunların riskləri haqqında danışdıq və çox gözəl bir mövzu, çox gözəl bir sual verdiniz ki, bu tip avadanlıqlar, çox təəssüf ki, Azərbaycanda da, ölkəmizdə də bu tip avadanlıqlar ara ticarət mərkəzlərində, ara bazarlarında satılır çox ucuz qiymətə və bunların heç hansı firmaya aid olduğu və yaxud da hətta firmaların belə əksəriyyətin adı yazılmır. Firmaların götürüb biz internetdə araşdıranda, axtarış edəndə bu avadanlıq haqqındakı bunun konfigurasiyası necə olmalıdır, ümumiyyətlə funksiyaları nədən ibarətdir, keyfiyyəti nədir? Heç internet resurslarında heç bir məlumat ala bilmirik. Və çox təəssüf ki, insanların əksəriyyəti də gedir bunu daha ucuz versiyasını alır. Hansı ki, proqram təminatı heç yenilənmir, hətta şifrəni belə dəyişmək olmur, standart parollardan istifadə olunur. Ona görə də məsləhət edərdim ki, insanlara bu tip avadanlıqları, yəni IoT avadanlıqlarını alarkən ən yaxşı şəkildə brend avadanlıqların almasını məsləhət görürəm. Nəyə görə? Ona görə ki, brend avadanlıqlar, yəni dünyaca məşhur vendorlar, tanınmış şirkətlər, bu tip avadanlıqların istehsalına məşğul olanlar, onların özlərinin şifrə siyasəti olur, onların özünün proqram təminatının yenilənməsi ilə bağlı çox ciddi siyasətləri olur. Və tez-tez hətta onlar artıq sizin konsula daxil olarkən, bunu konfigurasiya edərkən daxil olduğunuzdan dərhal sonra şifrəni yenilənməyinizi tələb edir. Hansı ki, standart artıq şifrə olmur bunlar. Proqram təminatı yenilənir tez-tez və bu avadanlıqları kənar tərəfdən hücum etmək üçün də biraz çətinləşir. Çünki bu avadanlıqların özünün konfigurasiyası və əməliyyat sistemləri daha dayanıqlı olur kiberhücumlara. Və məsləhətim də budur ki, sadə insanlar çalışsınlar bu ara ticarət mərkəzlərindən, ümumiyyətlə mənşəyi bilinməyən bu tip avadanlıqların almasınlar qətiyyən və qeyd etdiyimiz kimi hansı səbəblərdən bu tip avadanlıqlardan istifadə etmək çox böyük risk daşıyır. Əlavə olaraq mən bir mövzuya toxunmaq istərdim. Bu hansı ki proqram təminatı ilə bağlı. Bir çox hallarda görürük ki, artıq maşınlarda da, avtomobillərin də özünün proqram təminatı olur və hansı ki şəbəkə üzərindən gəlir bu proqram təminatlarının yenilənməsi. Zavod istehsalı olan avtomobillərdə bu tip proqram təminatı avtomatik olaraq şəbəkəyə qoşduqdan sonra bir neçə müddətdən bir yenilənir. Amma çox təəssüf ki, ölkəmizdə də götürülür. Misal üçün bu tip avtomobillərdə crack olaraq, hansı ki saxta pirat versiya olaraq tərcümə ilə bağlı olan hər hansı bir proqramları maşınların, avtomobillərinin proqram sisteminə daxil edilir və bir müddət keçdikdən sonra artıq görürük ki, avtomobil bu proqram təminatını təsdiq etmir bir neçə müddət işlədikdən sonra və bizim avtomobilimizin ciddi risklər yaradır, həm həyati risklər yaradır, hansı ki avtomobilimiz çalışmır, idarə etmək mümkün olmur və ümumiyyətlə bütün sistemlərin işləmə prinsipi qarışır bir-birinə. Və tövsiyəm budur ki, yalnız və yalnız rəsmi dillərdən, rəsmi avtomobil mərkəzlərinə və rəsmi proqramlardan istifadə etmələri daha məqsədəuyğun olardı. Düzdür, sizlə çox razıyam. Bəzən biz qaçırıq ki, ev təmir etdikdən sonra və yaxud da ki, evlə bağlı olan əşyalarda daha ucuzunu alırıq. Amma ki, bu ucuzunu almaq bizim daha böyük risklərə gətirib çıxardır və təhlükəsizliyimizi böyük bir risk edir. Ona görə biz çalışmalıyıq ki, pulumuzu belə şeylərdə yatırım edək ki, özümüzü qorumuş olaq. Sağlamlığımızı necə qoruyuruqsa, təhlükəsizliyimizi də eyni formada qorumalıyıq. Əslində söhbətimiz çox maraqlı gedir. Mən özüm də çox şeylər öyrənirəm və çox maraqlı danışırsınız. Amma sizə bir son sualım var ki, yaxşı, biz ağıllı evlərdən danışdıq, amma ağıllı evdə təhlükəsizliyi artırmaq üçün insanlar hansı sadə addımlar atmalıdırlar? Yəni ilkin etapda nəyi tövsiyə edirsiniz ki, vacib şəkildə bunları biz etməliyik? Bundan öncə bütün hansı ki tövsiyələrimizə ciddi riayət etsələr, düşünürəm ki, IoT avadanlıqları ilə bağlı çox da böyük risk daşımazlar. Misal üçün, bir ekspert olaraq məsləhət görərdim ki, bu tip avadanlıqları ara ticarət mərkəzlərindən almasınlar, yalnız özünü təsdiq etmiş
vendorlardan, şirkətlərdən istifadə etsinlər bu avadanlıqlarından. Ondan əlavə bu tip avadanlıqlar alan kimi dərhal onun standart parolunu dəyişsinlər, əməliyyat sistemlərini vaxtı-vaxtında yeniləsinlər. Təşəkkür edirəm. Çox sağ olun suallarıma bu qədər ətraflı və gözəl cavab verdiyinizə görə. Unutmayaq ki, texnologiya həyatımızın ən ayrılmaz hissəsinə çevrilibdir və texnologiya bizim həyatımızı asanlaşdırmaq üçün var. Amma bunu bilmək lazımdır ki, texnologiya nə qədər ağıllı olsa da bizə işləyə bilər, bizim əksimizə işləyə bilər. Ona görə diqqətli olmaq lazımdır və mən sizə tövsiyə edirəm ki, bizim podkastlarımıza baxaraq təhlükəsizliyiniz haqqında daha yaxşı tövsiyələr dinləyib həyatınızı asanlaşdıra bilərsiniz. Kiber podkastımızı dinlədiyiniz üçün təşəkkür edirəm və sonda sözü Nicat bəyə verirəm ki, o öz mesajını sizlərə çatdırsın. Çox sağ olun Ayda xanım. Təşəkkür edirəm sizə bu gün dəvətiniz üçün. Ümid edirəm ki, dinləyicilərimiz üçün də çox maraqlı və düşündürücü bir mövzu olacaq və bizim hansı ki maarifləndirici təlimatlarımızla bağlı özləri üçün hər hansı bir belə deyim nələrsə götürəcəklər, gələcəkdə bu tip avadanlıqların işlətməsində alınarkən istifadə etməklərində əsas odur ki, böyük fayda verək. Gələn podkastlara qədər sizə kiber təhlükəsizlik cinayətlərdən uzaq qalmağı və eyni zamanda təhlükəsizliyin içərisində yaşamağı diləyirəm. Sağ olun.